İlham Əliyev Viyanada Ermənistan rəhbəri Serj Sarkisyanla 40 neçənci dəfə görüşdü. Dövlət başçıları arasında lap düşmən dövlətlər olsa da, görüşlərin, müzakirələrin olması çox təbiidir. Bu hadisəyə xüsusi bir iradım yoxdur. Sarkisyan bu danışıqlar masasına öz müxalifi Levon Ter-Petrosyanla müzakirədən sonra gəlmişdi. İlham Əliyev isə ən ciddi alternativi və müxalifi Əli Kərimlinin evi qarşısında bir həftə dayanmadan aksiyalar təşkil etdikdən sonra. Və bu tək belə fakt deyil. Həmişə belə olub. Azərbaycan düşmənləri ilə deyib gülə-gülə həftə 8-9 görüşən ata və oğul Əliyevlər müxalifətə qarşı həmişə xüsusi qəddarlığı və amansızlıqları ilə seçilib. Özü də söhbət o müxalifətdən gedir ki, İlham Əliyevin əlini sıxıb bahalı zallarda görüş keçirdiyi erməni rəhbərləri ilə Qarabağda dava aparıblar. Məsələn, konkret misalımızda AXCP sədri Əli Kərimli Qarabağ müharibəsinin ilk vaxtında Bakı dövlətdə təhsilini yarımçıq qoyub, könüllü dəstələrlə Qubadlının müdafiəsinə getmişdi. Həmin vaxt Sarkisyan, Koçaryan da qarşı tərəfdə səngərdə olub. İlham Əliyev isə o ağır günlərdə Moskvada öz biznesini çiçəkləndirmək, inkişaf etdirmək barədə düşüncələr qurmaqda idi. Təkcə bu fakt bizə onu deməyə əsas yaratmırmı ki, Qarabağ problemi ətrafında gedən müzakirələr heç bir ciddi nəticəyə əsas sayıla bilməz. İndi gəlin bu sadə sual ətrafında düşünək. Niyə İlham Əliyev ciddi müxalif qüvvələrlə bir dəfə də olsun Qarabağı müzakirə etmir? Bu barədə onlarla dərin masa təşkil etmir. Amma işğalçı ermənilərlə aramsız belə söhbətləri aparır. Belə çıxmırmı ki, İlham Əliyev öz siyasi rəqiblərini düşməndən daha pis qəbul edir? Bu egoizmdir. Bu, şəxsi mənafeyləri ümumxalq mənafeylərindən yüksək tutmaqdan başqa bir şey deyil. Və dərd burasındadır ki, xalqı ilə, ictimaiyyəti ilə güclü həmrəyliyə, bağlantıya sahib olmayan dövlət başçısı danışıqlar masasında əzəmətli görünə bilməz. Onun sözü keçərli sayılmaz. Bunu praktikada da görə-görə gəlirik. Uzun illərdir ermənilərlə aparılan danışıqlarda biz hələ ki siyasi mövqeylərimizi itirə-itirə gəlirik. Doğrudur, indi hansısa dırnaqarası ağıllı çıxıb deyə bilər ki, İlham Əliyevin heç müxalifətlə müzakirələrə belə ehtiyacı yoxdur. Çünki xalq onsuz da onu sevir, reytingi kəlləçarxdadır. Belə sərsəm fikri ASTV-də və ya hansısa yapısı kollektivinin iclasında deyib alqışlamaq olar. Lakin ciddi auditoriyalarda Azərbaycanın nəbzini bilən adamlar arasında belə bir sözü deyib sonra ona uyğun hərəkət etmək mümkün deyil. İlham Əliyev mütləq Əli Kərimli ilə oturub Qarabağı və xalqın ciddi problemlərini müzakirə etməlidir kimi sərsəm fikri tirajlamaq istəmirəm. Problemimiz daha ciddidir. Uzun illərdir ki, hakim Əliyevlər ailəsi öz sülalə rejimlərini bərkitmək üçün cəmiyyətimizi darmadağın edib. Hər kəs bu və ya başqa formada öz hakimiyyətimizdən elə zərbələr alıb ki, az qala ermənilərin bizə vurduğu yaralar da yaddan çıxan kimi olub. Və hakimiyyət bugün də eyni əməllərdən əl çəkmədən güya Qarabağ problemini həll etmək istəyir. Bir yandan hər gün cəbhə xəttindən şəhid xəbərləri gəlir, o biri yandan da paytaxt Bakıda ölkənin, xalqın mənafeyini tələb edən sağlam insanlar şərlənir, döyülür, öldürülür. Bu xəbər bilmirəm sizin də qulağınıza çatıb ya çatmayıb. 16 saylı cəza çəkmə müəssisəsində saxlanan 5 şücah məhbusu keçən həftə Tubzon kimi tanınan Vərəb dispanserinə göndərildi. Bu o məhbuslar idi ki, aprelin əvvəlində Qarabağda döyüşlər başlayanda bəyanat verərək bildirmişdilər ki, könüllü müharibəyə getməyə hazırdılar. Hökumətin cavabı isə belə oldu. Onları Qarabağa yox, dispanserə yolladılar. Özü də müalicə üçün yox. Onları daha ağır xəstəyə yoluxdurmaq, cəzalandırmaq üçün. Daxili parçalanma halında olan cəmiyyətlə yüksək hədəfləri aşmaq olmaz. Bunu demək istəyirdim və biz bunu biliriksə, İlham Əliyev də bilər. Sadəcə görünür, onunla bizim xalq olaraq hədəflərimiz kökündən fərqlənir.